Milli Məclisin deputatının statusu haqqında qanunda qeyd olunub ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xidməti silah verilə bilər. Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır. Zəruri hallarda onun təhlükəsizliyi təmin olunur. Qanuna görə deputatlar xidməti silah almaq üçün əvvəl Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən deputat daha sonra xidməti silah tapança ala bilər. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat dini müvafiq qurumuna dəvət olunaraq təlimatlandırılır. Din silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə almalıdır. Bunu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan olunub. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir. Yeri gəlmişkən Milli Məclisin əvvəlki çağırışlarında bəzi deputatlar qanuni silah gəzdiriblər.